Tarix 1979 20 noyabr. Hicri təqvimi ilə Məhərrəm ayının biri. O gün Kəbədə sübh əzanı ərəfəsində Cüheymən Əl-Üteybənin rəhbərliyi ilə bir qrup silahlı şəxs Allahın evinə basqın etdi. Hərəm-i Şərif həftələrlə terrorçuların nəzarətində qaldı. Silahlı qarşıdurmada yüzlərlə adam həlak oldu. 20 noyabr 1979-cu il. Kəbə imamı Şeyx Məhəmməd Əl-Subayil Kəbədə toplanmış 50 mindən çox müsəlmanın sabah namazını qıldırmaq üçün hazırlanırdı. Bilmədiyi tək bir şey, bir neçə dəqiqə sonra nələr olacaq idi. Ən az 400 nəfərlik silahlı bir qrup Allahu Əkbər nidaları ilə imamı dayandırdı. İçəridəkilərin böyük bir qismini çölə çıxarıb qapıları bağladı.